34 il əvvəl Xocalıda baş verən faciənin dəhşətlərini özündə əks etdirən və onu bura gələnlərə çatdıran əzəmətli Ana Haray abidəsi. Bəli, bu abidənin müəllifləri ata və iki oğludur. Aslan, Mahmud və Teymur Rüstəmovlar. Xocalı çox faciəli iş idi də çox. İşləyəndə də çox fikirli olmuşuq, həmişə əziyyətlə işləmişik onu. Birini görən boyda eləyib qoymuşuq, birini də Bakıda. Ən yaxşı işlərdən biri də özüm deyirəm. Çox fikirləşdim o barədə. Yadıma saldım, mən 7 il Moskvada oxumuşam da, 5 il də Bakıda. Mən də həmişə kitabları, zadlar alırmışam, heykəltaraşlarım. Bütün dünyada kim var tanışamış. Michelangelo tutmuş İtalyan rəssamları, heykəllərə. İşləyəndə də baxırsan, o görürsən nə tər edib bunu. Mən də baxım, o cür işləmişik də həmişə. Xocalıdakı bizə tapşıranda üçümüz də başladıq. Fikirləşdik, nə tər edəyək. Mən Moskvada oxuyanda fikir verərdim də qadın figuraları nə tərdir. O yadımdadır, filan kəs belə eləmişdi, o belə eləmişdi. Mən də fikirləşdim ki, gərək bu elə olsun, əlində uşağı olsun, ağlayan yerdə olsun da belə. Ona görə bir yerdə Ana Haray heykəli eləyəndə uşağın modeli lazım idi. Mənim qızımın 2 yaşı var idi o vaxtı. Yəni onu əlimdə saxlamışam, uşaq ölü variantında. Yəni, fotosunu eləyiblər, ondan sonra bunu da istifadə eləmişik. Bəs bu abidənin hazırlanması neçə müddətə başa gəldi? bir 2 ay, 3 ay işləmişik. Barelyeflər var orada, hər şey var orada. Proses çətin getdi. Elə fotolar gətiriblər ki, baxma mümkün deyil idi. Yəni ki, o mediada da heç görsənməyib o fotolar. Vəhşilik erməni tərəfdən. Çətinliklə işləmişik, peşəmizdir də, yəni ki, onu eləməliyik, elədik. İş də pis alınmadı, xalqımız bəyəndi. İstədiyinizi çatdıra bildinizmi? Məncə bəli, onu xalq deməlidir. Xalq da deyəsən dedi ki, çatdıra bildik. Qardaşınız da var. Böyük qardaşım var, Teymur, bir yerdə işləyirik. Bəs Xocalı abidəsi ilə bağlı o Ana Haray abidəsindən başqa gördüyünüz o məşhur işlərdən hansıları qeyd edə bilərsiniz? Türkiyəyə göndərilmiş Heydər Əliyevin heykəlini Mesin şəhərində qoyublar. Onu bir yerdə üçümüz eləmişik. Arxitektorumuz da Camal müəllimdir. Sizin barədə bir oxuyanda, araşdıranda mən fikir verdim, orada belə bir məlumat var idi ki, Azərbaycan meydanında bir məşhur Bəhram Gün heykəli ki var. Orada da sizin imza var, sizin işinizdir. Evet, üç yoldaş onu işləmişik. Rayonlarda da atamın çox işləri var idi. Ağdamda papanın işi var. Xındırıstan kəndində, Ağdam rayonu, 8 metrəlik qadın heykəli, 41-45 ilə əlaqədardır o da. Goranboyda eləmişik. İşlər biz gözləyirik Laçında, atamın heykəli ermənilər dağıdıblar. Sarı Aşıq heykəli. Onu indi biz gözləyirik. Onu təzədən biz bərpa eləməliyik. Yəni ki, mən getmişəm ora, hamısını foto eləmişəm, hamısını göndərmişəm. Yəni ki, gözləyirik də.